Salam uşaqlar, bugünkü video dərsdə çevrənin 4-cü bölməsinin suallarını izah edəcəm. Düzdür, 4-cü bölmənin? Hə. 10-cu sual. 10-cu sual. Oxu. Bərabəryana düz bucaqlı sütunun daxilində bu bucaqlıqda düz bucağa malik bir təpəsinin sütunun üzərində yerləşən iri bir 20 sm olan kvadrat seçilir. Hə. Üst bucaq xaricinə səpən çevrənin uzunluğu. Deməli, bərabaryanın düzgahlı üçgahının daxilində kvadrat çəkilir. Hə? Elə dedim də. Sonra nə tərəfdir? Bir təpəsi hipotenuz üzərində yerləşən və perimetri 20 sm olan kvadrat seçilir. Bir təpəsi hipotenuz üzərində bir digər səfələr məsələdir. Hə? Nə tərəfdir o? Sual. Baxmadan sorulur. Bərabəryana düzəlişinin daxilində üçgahda ortaq düz bucağa malik bir təpəsi hipotenuz üzərində yerləşən və perimetri 20 sm olan kvadrat çəkilir. Ortaq düz bucağa malikdir ki, və bir təpəsi hipotenuz üzərində ərz edək ki, belə bir kvadrat çəkilir və ortaq düz bucağa malikdir. Və bu kvadratdır. Yəni perimetri verir bizə. Bir təpəsi hipotenuz üzərində yerləşən və perimetri 20 sm olan kvadrat seçilir. Kvadratın perimetri 20-si o zaman kvadratın tərəfi nə qədər olacaq? 5. Yəni bax, burada 5, burada 5, burada 5, burada 5. Bərabaryanın düzgahlı üçgah dediyinə görə o zaman burada 45 dərəcə, burada nədir? 45 dərəcə. Kvadrat olduğuna görə biz bilirik ki, burada 90 dərəcədir, burada 90 dərəcədir. Aydın oldu mu? Və yəni ki, burada 45 dərəcə olur, və burada 45 dərəcə olur. Bura 5 ise o zaman burada da 5 olur. Düzdür mü? Bura 5 ise burada 5 olur. Bura olur 5 kökdə 2, burada olur 5 kökdə 2. Bizdən nəyi soruşurdu? Bizdən deyir ki, üst bucaq xaricinə səpən çevrənin uzunluğunu tapın. Xaricə şəkilli çevrənin uzunluğunu tapmaq üçün çevrənin radiyusunu bilməliyik də. Biz bilirik ki, düzgahlı üçgahın xaricə şəkilli çevrənin radiyusu hipotenuzun yarısıdır. Burada hipotenuzdakı nədir? 10 kökdə 2-dir. 10 kökdə 2 bölünsün nə? 2. O da nə qədər olacaqdır? Elə 5 kök. Düzdürmü? O zaman xaricə şəkilli çevrənin uzunluğu C bərabərdir 2πr. Bu C hipotenuzla işarə eləmişik. A, B, C ilə də. O seni qarışdırır. Bu da bərabərdir 2 vurulsun pi. Evdəki bilirsən nədir? 5 kökdə 2. Bu da olacaq elə nə qədər? 10 kökdə 2 pi. Sonra 12. 12. Təpədəki bucağı 120 dərəcə olan bərabəryanlı üst bucağın radiusu 6 cm olan çevrə daxilinə çəkilmişdir. Çevrə daxilinə çevrə xaricinə çəkilir. Düzdürmü? Təpədəki bucağı nə qədərdir? 120 dərəcə. Təpədəki bucağı 120 dərəcədirsə, bərabər yanlış üçgahdır. O zaman burada 30 dərəcə, burada da olacaq 30 dərəcə olur. Düzdür? Radiusu nə qədər verilir? 6. R bərabərdir. Xaricinə çəkilmiş çevrə radiusu 6 cm-dir. Sonra Üst bucağın yan tərəfini tapın. yan tərəfini soruşur. Sinüslər teoreminə görə x bölünsün sinus 30 dərəcə nəyə bərabərdir uşaqlar? 2 r. Sinüslər teoreminə. Düzdürmü? O zaman burada x nəyə bərabərdir? 2 vurulsun, r neçədir? 6. Sinüs 30 dərəcədən də qiymət nə qədərdir? 2-dən 1-dir. Bunlar da x adı gedir, neçə olacaq? 6. Sonra neçə gəlir? Gəlir 14. 14. ABC bucağının xərcinin radiusudur. Radiusu 8 cm olan çevrə çəkilmişdir. Bəli. AB 12 cm-dir. Sinus seni tapın. Ya eyni şey oldu da, bundan eyni şey olur. Evet, sol ol, eyni şey. Növbəti 16. Bərabər tərəfi üç bucağın və təpələri bu üç bucağın tərəflərinin orta nöqtələri olan üç bucağın xərcinə çəkilmiş çevrələrin radiusunun nisbətini tapın. Radiusların nisbətini. Bəli. Bərabər tərəfli üçgahın və deyir ki, bu üçgahın tərəflərinin orta nöqtələri olan Olan üç bucağın xərcinə bu çəkilmiş. üçgahlar xaricə çəkilmiş çevrələrin radiusların nisbətini tapır. Bax, bərabər tərəfli üçgahın ümumiyyətlə tərəfi ilə onun xaricə çəkilmiş çevrələrin radiusu necə? Asılıdır. A bərabərdir nədir? 2r sinüs 60 dərəcədir. Nədir? R kökdə 3 deyil ki. A bərabərdir R kökdə 3'dür. Bu böyük üçbucaq deyək buna A1. Buna da ki R1 deyək. Bax. Elə bir bax. Bu bizə verilən üçbucaq bərabər tərəfli üçbucaqdır. İndi bunun tərəflərin orta nöqtələrini birləşdirsək, o zaman nə olacaq burada? Orta xəttlər əmələ gələcəkdir. Düzdürmü? Hə? Məsələn, bura x-dirsə, bu böyük üçbucağın tərəfi nədir? 2x-dir. Düzdürmü? Ha, bu A1, yəni A1 bərabərdir, elə bir 2A2'dir. Düzdür? Yəni A1'in A2 olan nisbəti, A1'in A2 olan nisbəti
Biz bilirik ki nəyə bərabər olacaqdır? R1-in elə R2 olan nisbəti. Burada nə olacaqdır? Elə 2 bölünsün 1 olacaq da. Neçə gəlir? Neçə gəlir? 20. Oxu. Bərabər yanlı üst bucağının Hı. oturacağa çəkilmiş yumruğu 17 sm olarsa, Bəli. oturacağın yan tərəfə nisbəti 5/6 olarsa, üst bucağın daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Deməli, bərabər yanlı üç bucağının daxilinə çevrə çəkilir və hündürlük nə qədərdir? Hündürlük nə qədərdir dedim? 17 sm. Hündürlük 17 santimetrdir. Hündürlük 17 santimetr. Neçənci sual edir? 27. Ha, oturacağın yan tərəfə nisbəti nə qədərdir? 5/6. 5 bölünsün 6. Oturacağın yan tərəfə nisbəti. Düzdürmü? Yan tərəf 6x-dirsə, o zaman oturacaq 5x-dir. Hə? Burada olsun 5x. Sırada 6x. Hə, bizdə nəyi soruşurdu? Bizdən soruşur, üst bucağın daxilinə çəkilmiş Daxilinə çəkilmiş çevrənin radisi L bərabərdir nədir? 2s üst bucaq bölünsün nə idi? A üstə gəlir, B üstə gəlir nədir? S. Düzdürmü? Buradan istifadə eləsək, uşağın sağ üstündə 2də 1 AH. O zaman olacaq 2də 1. Tərəf nə qədərdir? 5x. Tərəfə çəkilən hündürlük nə qədərdir? 17 santimetrdir bu. 17 santimetr. Hə? Bölünsün A plus B plus C. Yəni ki 6x plus 6x plus 5x. Bir 2'ler x'lar gedir. Yaxında x'lar da x'lar gedəcək. Hesablayında neçə qalacaq? Sonra 22. 22. Tərəfləri 10 sm, 10 sm, 10 sm olan uçudan xaricinə çəkilmiş çevrənin radiusunu tapın. Tərəfləri neçədir? 10, 12, 10. 10, 10, 12. Xaricə çəkilmiş radisi. Bəli. Böyük yer soruşur da. L bərabər nədir? A vur, B vur, C bölünsün 4. Yenə də burada sahanın yerində, bu S üçbucaqda, sahanın yerində nə yazılır uşaqlar? 2də 1, hə? A vurulsun aşağı. Amma hündürlüyə elə bilmirəm. Tərəflər neçə idi? 10, 10, bir də neçə dedi? 10, 12 də 10. Hadi 10, 12. Bərabər yanlış üçbucaqda. Da elə deyil ki, Bəli. bərabər yanlış üçbucaqda hündürlük bizə lazımdır. Bura 10, burada 10, bura 12'dir. Buradan hündürlük çəksək, bu hündürlük həm median həm də təmbələndir. 6 olacaq da, düzdürmü? O zaman Pifagor teoreminə görə bura 8 olacaq. Hündürlük tapdıq 8. O zaman olacaq burada nə? 2'də 1 CHC. Yəni 12 vurulsun. 12'ye çəkilən hündürlük neçədir? 8. Sürətdə də olacaq 10 vurulsun. 10 vurulsun neçə? 12. Bunu da hesablayın. Sonra 32. 32. Oturacağın 2'yə yan tərəfi isə 3'ə bərabər olan bərabər yan üstüzaq daxilinə və xaricinə çəkilmiş çevrələrin radiusunun hansını tapın. Radislərin hansını tapın. Oturacaq neçə idi dedim? Oturacağın 2 yan tərəfi 3. Oturacaq 2'dir, yan tərəfi ilə ki 3'dür. Uşaqlar. Oturacaq 2, şəkli çox olacaq. Oturacaq dedin ki 2, yan tərəfdəki neçədir? 3'ə bərabər olan bərabər yan üstüzaq. Yox, bunu çəkək. Belə olsun. Oturacaq 2'dir, yan tərəfdəki 3'dür. Bu hündürlük çəksək, o zaman yan tərəf 3 dedim də. 3. Oturacaq 2 isə burada 1. Bu hündürlüyü tapa bilirik də. Hə, bu kiçik yerdən böyük yerin hansını soruşurdu? Hasillərini soruşur. Bəli. Hə. Radiusunun hansı? Kiçik yer vurulsun böyükdür. Kiçik yerin üst uşağı var, burada yazmışıq. 2S bölünsün nədir? A üstə gəl, B üstə gəl, C. Düzdür? Hə? Böyük yer nədir? Bəs onu da burada yazmışıq. A vur, B vur, C. Hündürlüyə yetəcəkmiş ki, gedir bir 18 saat. Burada x'lar getdi, hündürlüyə yetəcək. Bu da bərabərdir. Burada nə qaldı? Bir dənə 2 qaldı. A plus B plus C. 3 üstə gəl, 3 üstə gəl, neçə? 2. Sürətdə də nə qaldı? A vur, B vur, C. 3 vurursun, 3 vurursun, neçə? 2. Hesablamanı eləyin, görə neçə edir? Sonra növbəti sual? 34. 34. Oxu. ABC üç bucağında B Şəkildir. bucağı. Yox. Hə, oxu. ABC üç bucağında B bucağı 120 dərəcə Hə. və təmrinlərin kəsişmə nöqtəsi M olarsa, Hə. AMC və ABC üç bucaqların xaricinə çəkilmiş çevrənin radius nisbətini tapın. Deməli, ABC üçbucağında hansı bucağı dedin 120 dərəcə? B bucağı. 120 dərəcəli bir bucaqdır. ABC üçbucağında deyir ki, B bucağı 120 dərəcədir. Hə, sonra təmbələnlərin kəsişmə nöqtəsi. Sonra təmbələnləri kəsişdirirəm. Bax, təmbələnləri kəsişdirdim. Bu təmbələnlərin kəsişmə nöqtəsi deyir ki, M-dir. İndi bura X-dirsə, burada X. Bura Y-dirsə, burada Y-dir.
Üçbucaq ABC-dən yaza bilirəm ki, 2x plus 2y bərabərdir 180 çıxılsın 120. Neçə elədik? 60. Hə? O zaman x plus y nə qədər oldu? 30 dərəcə. Buradan da üçbucaq AMC-dən də yazıram ki, x plus y 30'dursa, o zaman bax buradakı bu AMC bucağını tapa bilirəm abi. Bucaq AMC nə qədər olacaqdır? 180 çıxılsın neçə? 30. O da nə qədər oldu? Hə? 150 dərəcə. Bax bu bucaq oldu nə qədər? 150 dərəcə. İndi bizə deyir ki, bu üçbucaqların ABC və AMC uyğunluğu pozmadan yazaq. Son da şey deyir? 34. Deməli, AMC və burada bu uyğunluğu gözləməlisiniz. Eşidirsiniz? Yazılıb, AMC və ABC üçbucaqlarının xaricinə çəkilmiş çevrəmə. Yəni, mən o uyğunluğu pozmadan yazdım, nisbətləri yazmalıyım da başa düşmür. Əgər birinci ABC-ni desək, ABC götürərək, AMC və ABC üçbucaqlarının xaricinə çəkilmiş. AMC üçbucağının xaricinə çəkilmiş çevrənin radisi olsun L1. ABC üçbucağının da xaricinə çəkilmiş çevrənin radisi olsun L2. Bu üçbucaqların xaricinə çəkilmiş çevrələrin radislərin nisbətini soruşur. Düzdür? Sinüslər teoremindən bilirik ki, A bölünsün sinüs alfa nəyə bərabər uşaqlar? 2 yerə. Bu bütün üçbucaqlar çox düstur nədir? Doğrudur. Sinüslər teoremindən. Düzdür? O zaman AMC üçbucağının bax xaricinə çəkilmiş çevrənin radisini tapanda biz nədən tapacağıq burada? AMC. AC-nin sinüs nəyə nisbəti olacaqdır? 150'ye. Bax, yazacaq ki, bax, bunun için yazacaq ki, AC bölünsün sinüs 150 dərəcə bərabərdir 2 yazıram. Bunun için nə yazacaq? Yenə də bucaq hansı bucaq verilir? Bu B bucağı verilir. B'nin qarşısındakı tərəf nədir? AC. AC-nin nəyə nisbəti? Sinüs 120 dərəcə olan nisbəti bərabər nəyə? 2 Bunları bir-birinə bölsək biz, o zaman nə olacaqdır? Bu ikilər ixtisar gedəcək. R1 bölünsün R2 bərabər olacaqdır. Bu vurulacaq bunun tərsinə. Tərsinə vurulacaq, o zaman bu nə olacaq? Sinüs 120 dərəcə. Sinüs 120 dərəcə bölünsün nə olacaq? Sinüs 150 dərəcə olacaq da. Qonşu bucaqların sinüsləri bərabərdir. Sinüs 120 dərəcənin qiyməti sinüs 60 dərəcənin qiymətinə bərabərdir. O da nədir? Köklər 3 bölünsün nədir? 2'dir. Sinüs 150 dərəcənin qiyməti sinüs 30 dərəcənin qiymətinə bərabərdir. 2'də 1'dir bəli. 2'də 1. Şimdi bu ikiler de ixtisar getdi. Cavab nə oldu? Kökə 3. Geçen soru gel. 35 dedik. 35 ABC üçbucağında AF tənbələn ABFY nöqtələri isə eyni çevrə üzərindədir. Bucaq AEF bərabərdir 2 vurulsun bucaq S'yə və BF 4 cm olarsa YC-ni tapın. Deməli, bizdə deyil, hansı nöqtələr çevrə üzərindədir? A, B, F, Y. Görürsünüz, A, B, F, Y nöqtələri eyni çevrə üzərindədir. AF bir tənbələndir. Və başqa nə vermişdir? Bir də ki, vermişdi ki, BF nə qədərdir? BF bərabərdir 4 cm olarsa, nəyi tapan? Bir də vermişdir. Bucaq A, Y, F nəyə bərabərdir? 2 bucaq S'yə. Elə demir ki, bura uşaqlar alfa olsa, bura nə olacaqdır? Bura A, Y, bunu da birləşdiriblər də. Bura olacaqdır nə? 2 alfa. Verilənə görə. Elə verilir də bu. Başqa da heç nə. Deməli, bu tənbələn olduğuna görə bu bucaqlar bərabərdir. O zaman onların söykənti göstəri dərəcə ölçülərlə bərabərdir. Elə deyil mi? BF göstərinin dərəcə ölçüsü bərabərdir FY göstərinin dərəcə ölçüsünə. Göstərilər bərabərsə, onların gəldikləri vətənlərin uzunluqları da bərabərdir. Buradan belə çıxır ki, nə olacaq? FY bərabərdir BF-ə. O da nə qədər olacaqdır? 2 nə olur ki? 4 cm. Burada 4-dürsə, burada nəsə 4-dür. Onu tapdıq. Düzdür? Sonra bax, bu üçbucaqdan fikir verin. Bax, FYS üçbucağından. Xarici bucağı 2 alfa. Görürsünüzmü? O
Ona qonşu olmayan bir daxili bucaq alfadsa, o zaman bax bu bucaqda nə olmalıdır? Alfa olmalıdır. Alfa olduğuna görə bura 4-sə, o zaman burada nədir? 4-dür. Deməli, Y-si də elə nəyə bərabərdir? 4-dür. Bizdən də onu soruşur. Sonra? 36. Fərqlidir. Xeyr. Oxu. Xaricindən və daxilindən çəkilmək çevrilən radiusunun fərqli 2,3 olan bərabər tərəfli 3 bucağın perimetrini tapın. Xaricdən və daxildə çəkilmiş çevrədən radiusunun fərqi nə qədərdir? 2,3 Kök altında 3 olarsa, bərabər tərəfli 3 çağın perimetri 3A-dır və bərabərdir sual. Düzdür? Hayır. Xaricdə A nəyə bərabərdir uşaqlar? R kökdə 3 R deyil kökdə ki, üç. böyük yerdən yazıldı. 2 sinüs 60 dərəcə olurdu. Düzdür? Sinüs kökdə 3 minus 2 2-lər gedir, R kökdə 3-dür. Daxilə çəkilmiş çevrə radiusuna yazıldı, A nəyə bərabərdir? 2R tangens 60 dərəcə idi. Düzdür? Bu da olur nə? 2R tangens 60 dərəcə nədir? Kökdə 3. Buradan böyük yeri tapsaq nə olur? A bölünsün kökdə 3 olur. Buradan kiçik yeri tapsaq nə olur? A bölünsün nə olur? 2 kökdə 3 olur. Düzdür? Gətir burada yerinə yazanda nə olacaq? A bölünsün kökdə 3 çıx. A böl 2 kökdə 3 şərtə görə neçə verilir? Kökdə 3. Bunları doğrudan məxrəcə gətirəndə nə olur? 2 kökdə 3 sürətdə də nə olur? 2 açıqlısına yəni ki A edir. Bərabər nəyə? Kökdə 3-ə. Hər tərəfdən 2 kökdə 3-ə vuranda A bərabərdir 2 kökdə 3 vurulsun kökdə 3. O da edəcək nə qədər? 6. Bizdən də bu üçcağın perimetrini soruşur. Bərabər tərəf üçcağdır, 3A-dır. 3 vurulsun 6. Bu da elədir 18. Yazın. Sonra 38. 38 gəlir. 36 yox idi ki, bu 30. 36 düzdür. Deyil. Yaxşı, 38. Radiusu kökçü olan çevrənin daxilinə çəkilmiş bərabər yanında düz bucaqlı üst bucağın katetinin uzunluğunu tapın. Radiusu nə qədərdir? Radiusu kökçü olan çevrənin daxilinə çəkilmiş bərabər yanında Çevrənin daxilinə bərabər yanında düz bucaqlı düzəli üç çəkir. Çevrənin daxilinə bərabər yanında düzəli üç çəkir. Radiusu nə qədər dedim? Kök altında 2. Düzdür? O zaman bunun hipotenuzu nə qədər olacaqdır? Hipotenuz olacaqdır, bunun 2-si. Olur 2 kök çəkir. Sonra nə verilmişdir? Sonra da deyir ki, çevrənin daxilinə çəkilmiş düz bucaqlı üst bucağın katetinin Kat edir. Düzəli üç bucaqdır. Hipotenuzu bilirsən. Bura x-dirsə, burada nədir? X-dir. Bura nə olur? X kökdə 2 olur ki. O zaman x kökdə 2-miz nəyə bərabərdir? 2 kökdə 2-yə. Kökdəkilər getdi, x nəyə bərabərdir? 2. Sonra 40. Şəkil verin. hansı şəkil? Burada nə yazılır? Asiyedi. Burası, bura, A. bura. B. O. Sonra daxildə çəkilmiş yerlərin mərkəzi təmizlənənlərin kəsişmə nöqtəsi olur. Bu o nöqtəsi nədir? Bu A, B, C bucaqlarının nə edir? Təmizlənənlərinin kəsişmə nöqtəsi. Yəni bu çəkdiklərimiz nədir? Təmizlənənlərdir. Bu O, B, O, A, O, C nədir? Təmizlənənlər olacaq. Bu 90 dərəcə olduğuna görə o zaman burada 45, burada 45 olacaq. Başqa nə verir? O nöqtəsi düzbucaqlı, ABS üçbucağın daxilinə çəkilmiş çevrən mərkəzi. Bucaq OBA 30 dərəcə. Bucaq hansı? O, B, A. Bura 30 dərəcədirsə, o zaman burada 30 dərəcədir. Bura 60-dır, bura 30 qalır. O zaman burada 15 dərəcə, burada 15 dərəcə olur. Nəyi soruşur? BS plus AB 12 olarsa, AB BC plus nə? BS plus AB 12 olarsa, AB bucağının uzunluğu. AB-ni soruşur. Sonra BC 30'un qarşısındakı deyil ki, 30'un qarşısındakı x isə 90'ın qarşısındakı nə olur? 2x, 60'ın qarşısındakı nə olur? X kökdə 3. İndi BC üstə gəl AB. X plus 2x bərabərdir nəyə? 12-yə. 3x bərabərdir 12-yə, x də nəyə bərabərdir? 4. Bizdə nəyi soruşur? AB-ni, 2x-i soruşur. O da olacaq 8. Sonra. Neçə? 42. 42 şəkildir. Deyil. Oxu. El radiusu çevrənin uzunluğu el kökdə 2 olan vətən uc nöqtəsindən bu çevrəyə çəkilən toxunanlar arasındakı ucaqdan Deməli, el radiusu çevrənin dedik ki, vətənin uzunluğu nə qədərdir? el kökdə 2. 2 olan vətənin uc nöqtələrindən toxunanlar çəkilir. Bu toxunanlar arasındakı nəyi tapın? Bucağı tapın.
bucağı tapın. Deməli, bax, bu çevrəni elə çəkirik ki, daha doğrusu bu vətəri. Burada bir dənə düzgahlı üçgen çəkirəm və bəri başla. Və deyir ki, bu vətərin uzunluğu nə qədərdir deyilir, yer kökdəyik. Hə? Bəli. Bax, belə. Və bu düzgahlı üçgenin hipotenuzu həmin çevrənin nə edir? Diametridir. Bu vətənin də uzunluğu nə qədərdir? Yer kökdəyik. O zaman burada yer kökdəki olur da Pifaqor teoreminə görə. Deməli, bu nədir? Bərabər yanlı nədir? Düzbucaqlı üçgen. Deməli, burada 45 dərəcə, burada nədir? 45 dərəcədir. İndi bu vətənin uc nöqtələri ilə, vətənimiz bax budur, AB. AB vətənin uc nöqtələri ilə biz toxunanlar çəkirik. Bax, toxunanlar çəkirik. Bu birinci toxunan tutaq ki, belki olsun ikinci. Belə. Al toxunanlar çəkirik. Bu daxilə çəkilmiş bucaq nə qədərdir? 45. Hə? Onu söykəndiyi AB görsün dərəcə ölçüsü nə qədər olacaqdır? 90 dərəcə. Düzdürmü? AB görsün dərəcəsi nə qədərdir? 90 dərəcə. Burada olsun bir K nöqtəsi. Bax bu AKB bucağı hansı görsən söykənir? AB görsünə. Onların cəmi nə qədər olur? 180 dərəcə. 180-dən 90 çıxsan burada nə qədər qalacaqdır? 90 dərəcə. Deməli bu toxunanlar arasındakı bucaq neçə dərəcədir? Hə? 90 dərəcə. Sonra 46. şəkildir. Bəli. Şəkildir. Yerləşdirəcəyik. Yerləşdirəcəyik. Sonra tamam. Bəli. Bu şəkil çalır. Əslində heç bir mənası yoxdur. Amma biz neyək onun mənasını 46 dedim. Bəli. 44 sual verdi. Yazmışdıq 44 deyil. Bəli. Amma yaxşı. Yaxşı, əndəki sorulardan da roça yazmış. Bir də Bəli. bu belə, bu da bir dənə böyük çevrə. Sonra burada Ortadan. bu baxımına yaxşı. Kəsmə nöqtəsindən keçəcəklər. Sonra bu nə qədər? Deməli, 90 dərəcə əmələ gəlir belə. Bu belə değil mi? Şurası bu belə. O zaman onları çəkdiklərini anlayacaq. Heç olmaz. Bu çevrələrin nə mənası var ki burada? Heç bir mənası yoxdur. Evet. Yaxşı, indi bu buraya qeyd olunub ki, bu katetlər diametrlər üzərində. Benim mən sərifəsini çəkdim. Həmin şey seçilib. Ha, bu hansı hərfdir? Burada bir bölüm mənə var. Ora A, Burada. C, Burada. B, Burada 90 dərəcə verir. Bəli. Ha, sonra Ortadan ora kimi bir dənə Hündürlük çəkir. çəkib, bəli. hündürlük çəkirlər. D. Burada 90 dərəcə. Sonra İndi o balacanın diametrinə balaca edirdi. nə qədər? Ha, kiçikdir. Bəli. Bəlkə böyükdür. Bəli. Nəsə verilməlidir burada. İndi deyək ki, bu AB olan düzbucaqlı ABC üçbucağının CD hündürlüyü seçilmişdir. Bəli. ACD və BCD üçbucaqlarının xaricinə seçilmiş çevrələrin radiuslarına uyğun olaraq 5 və 12-dir. Ha, bura 5 yoxdur. Belə. Bura 5. Burada 12. ABC üçbucağının daxilində seçilmiş çevrənin radiusunu tapın. Hansı? ABC üçbucağının. ABC şu an daxilə çəkilmiş şeylərin radisini tapaq. Yaxşı. Biz Pifaqor teoreminə görə AB-ni tapa bilirik də. Bəli. Öyle değil mi? Bu AB'ni bak tapa bilirik də. Bu AB'ni. AB nəyə bərabərdir ki? AB bərabərdir. Nə olur? Kök altında 10'un kvadratı üstə gələcək nədir? 12'nin kvadratı, yox 12 deyil, o 24'ün kvadratı deyil ki. Hə? Bəli. Neçə edir o? 100. 100 üstə gələcək neçə? 24'ün kvadratı neçədir? 576. 676. Oradan nə çıxır? 26 çıxır da. 26 olmayacaq da. 5, 12 olanda 13 olmuyor ki. Bakın ölçüler 2 defa artırılır da. 5, 12 olanda hipotenuz ne olacak? 13 olmuyor ki. Bu 2'ye vurulur da 10 olur, bu 24 olur. 13 de 2'ye vurulacak, 26 olacak da. Ne değil mi? 26. Ha, şimdi ABC üçcanın nəyi soruşurdu? Daxilə çəkilmiş çevrənin nəyi tapan? Radiusunu tapan. Biz bilirik ki, istənilən düzəlmiş üçcan üçün R nəyə bərabərdir? A üstə gəl B çıx C bölünsün nədir? 2. Bu hündürlüğün orada heç bir mənası yoxdur. Bunun, yəni çox mənasız bir şeydir. 10 üstə gəl neçədir burada? 24. Ha?
Çıxılsın hipotenuz nə qədərdir? 26 bölünsün 2. Tutarını getir. Yəni, Neyse o. 8 oxu görəm. İki tərəfi 24 və 30 olan üçbucağının Hə, üçüncü tərəfdən çəkilən hündürlüyü 20 olarsa, hə, bu üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu. hə. İki tərəfini isə bilir. İki tərəfini 24 və 30 olur. 24 olur. Sonra Daha sonra üçüncü tərəfdən çəkilən hündürlüyü 24 və 20. 30. Bəli, Üçüncü tərəf çəkilən hündürlük nə qədərdir? 20. 20-dir. Üçüncü tərəfdəki C-dir də, bu HC-dir. Bəli. Hə, nəyi soruşurdu? Bizdən üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu. Böyük yeri soruşur. Nəyi soruşdur? A vur, B vur, C bölünsün nədir? 4S. Üçbucaq. Düz demək. Hə? Uşağın sağ üstünü yazsa olacaq 4 vurulsun, 2-də 1 vurulsun, C vurulsun, HC-nin verir bizə 20, buradakı 24 vurulsun, 30 vurulsun, C-lər ixtisar getdi mi? Getdi, 4-lə də 2 ixtisar getdi, 20-lə də 30 ixtisar getdi, hesablayınca neçə edir? Sonra neçə gəlir? 52. 52, oxu görəm. El radiusunun çevrə hipotenusu S olan düzbucaqlı üçbucağın daxilinə çəkilmişdir. Yəni ki, tamam, kiçik el bərabərdir, A üstə gəlib B, çıx C, bölünsün nədir? 2. Çünki düzcalı uşaq deyir orada, aydın oldu. C orada nədir? Hipotenuz. C hipotenuzdur. A və B katin. Oxu görün. 2 vergül E, vergül C, vergül 13 ədədləri ədəd silsiləsi əmələ gətirər. E, sonra C, sonra 13. Bəli. Ədədləri ədəd silsilə əmələ gətirərsə üçbucağın perimetrini tapın deyir. Həli kim soru oxudu? Yox. Ola, həli kim 17. Düz oxu da. B. Nə yazdı orada? 3 Tərəfəndir. 3 E, bir də C, bir də 17. 3 E, C bir də nə? 17. Hə. Ədədləri deyir ki, ədədi silsilə əmələ gətirir. Üçbucağın perimetrini istəyir. Ədədi silsilə əmələ gətirir. Ədədi silsilə nədir uşaqlar? Hər sonraki ikinci həddən başlayaraq, hər sonraki həddən əvvəlki həddi çıxdıqda eyni ədəd alınır. Yəni ki, R çıxılsın 3, hə? Bərabərdir nəyə? C çıxılsın yerə. O da nəyə bərabərdir? 17 çıxılsın C-yə. Düzdürmü? Yəni biz yaza bilərik ki, R bərabərdir, R nəyə bərabərdir? 3 üstə gəl. C bölünsün nə olur? 2 olur da. Yəni buradan tapılır da. Bu iki bərabərlikdən bax. Mənfi bu tərəfə keçirsək 2 R bərabərdir, C bölünsün 3 olur. R də bərabərdir, 3 C bölünsün nə olur? 2 olur. Yəni ki, 2 yerimiz nəyə bərabərdir? C üstə gəlməsin 3-ə. Düzdürmü? Və yaxud da bu iki bərabərlikdən yaza bilərik ki, 2 C'miz nəyə bərabərdir? 2 C'miz bərabərdir. 17 üstə gəlməsi nədir? O zaman gətirib burada yazsaq 2C bərabərdir. Yerinə yazır. 17 üstə gələnsin nə olur? 3 üstə gələnsin bölünsün 2. Tərəf tərəfdən 2-yə vuraq. 4C bərabərdir. 34 üstə gələnsin. 3 üstə gələnsin C. Buradan da 3C'miz nəyə bərabərdir? 37-yə. Yəni C'miz nəyə bərabər oldu? 37 bölünsün nədir? 3-dür. Düzdürmü? Yaxşı, biz nə bilirik? R bərabərdir. A üstə gəl B. Çıxılsın C. Bizdən uşağın perimetrini soruşur. Düzdür? Perimetri nədir? A üstə gəl B üstə gəl C. Mən C'ni tapmışam, A üstə gəl B-ni tapmamışam da. Elə deyilmi? Burada gətirib onun yerinə onu yaza bilərik. C-nin qiymətini yazıb, oradan da A plus B-ni tapa bilərik. Bax, A plus B, bax, buradan yazıram. A plus B çıx C nəyə bərabər uşaqlar? 2 yerə. Elə deyilmi? Hə? 2 yerin yerində də nə yaza bilərəm? C üstə gəl 3 yaza bilərəm? Yaza bilərik. A üstə gəl B çıx C bərabər nədir? C üstə gəl 3. Bu C-ni də o tərəfə keçirsək mənfi C-ni. A plus B bərabər olacaqdır 2C üstə gəlirsin 3 olacaqdır. Deməli A plus B-miz nəyə bərabər oldu? A plus B-miz olacaqdır 2C üstə. Nəsə bu A plus B olsun C-dən asılı oldu da. Uşağın perimetri nədir uşaqlar? A plus B plus C. A plus B-miz 2C plus 3-dürsə, gətirib onun üzərində bir C də gəlsək nə olacaq? 3C üstə gəlirsin 3 olacaq. Düzdürmü? C-miz də nədir? 3-də 37 deyil ki. Hə? O zaman olacaq 3 vurulsun 3'də 37 üstə gəlinsin necə? 3. Düzdür? 3'lər də ixtisarı getdi, oldu nə? 37 üstə gəlir 3, elədik 40. Yazın. Ne soru gəlir? 4.
4, 54. 54. Hə. Şəkil verir. Şəkil verilir. Hansıdır? Oxu görüm mənə. ABC bərabər tərəf. Bərabər tərəfi 3 bucaq. Danış. ABC bərabər tərəfli üçbucağında K nöqtəsi üçbucağın medianların kəşfə nöqtəsidir. Bəli. KM perpendikulyardır AC-yə, KM perpendikulyardır BC-yə, sinus bucaq ABK bərabər 0,7 və KM plus KP bərabər 48 olarsa üçbucağın xarici səthi integral razını tapılır. Özün nəsə bir şey yadda saxlaya bilirsən. Mən heç nə yadda saxlayıram. K nöqtəsidir. Mediaların kəsmə nöqtəsidir. Bura deyirlər. Yəni bura 90 dərəcə olacaq da. Aydın oldu. Medialar biz bilirik ki, bərabər tərəfli üçbucaqda median həm də nədir? Hündürlükdür, həm də nədir? Həm böləndir, həm də mediandır. Elə deyil. Sonra bir də belə çəkib, baxmalı. Qadın Hə, yəni də belə. Biraz belə götürək. Bu hündürlük deyil çünki. Aydın oldu. Buradan sərifdir. A, Burada M, burada S, burada N, burada B, B, burada P. Nəyin sinüsü? Bu bucağın sinüsü verir. Onu deyirəm, məndən qayada gedir. Bucaq, sinüs bucaq. Sinüs bucaq ABK bərabər Sinüs bucaq A, P, K. Nə qədərdir? 0,7. 0-dan 10-da 7. 10-da 7 yazır. Və KN plus KP bərabər KN, KN plus KN plus KP KP. 48-dir. Bu 48 verir. Üçbucağın xarici seçilmiş çevrənin razını tapılır. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiyasını tapılır. Biz bunun üçün nə etməliyik? Tərəfini bilməliyik və bərabər tərəfi üçbucaqdır. Onu da bilədir. AB bərabərdir BC-yə, o da bərabərdir nədir? AC bilirik. Hə. Deməli, uşaqlar, burada biz o biri hündürlüyündə bu 3-də 1 hissəsini çəkə bilərik də bu K nöqtəsində. Mənimizdə deyil ki, bura olsun məsəl üçün F nöqtəsi. Bu da nədir? Bu KF o biri hündürlüyü nə edir? 3-dən 1 hissəsi. Düzdür mü? Bax, bu düzcalı üçbucaqdan bu bucağın sinusu verir. İti bucağın sinusu verir. Nə qədər verir? 10'da 7. İti bucağın sinusu nəyə bərabərdir? Yazıram, 3 bucaq deməli. Hansı üçbucaqdır? K, F, P'dən. İti bucağın sinusun tərifini əsasən sinus bucaq K, P, F, sinus bucaq K, P, F. K, P, F. İti bucağın sinusu nəyə bərabərdir? Qarşı katet qırısı nədir? Hipotonus. Qarşı katet nədir? K, F. Hipotonus nədir? K, P. Onda nə qədər verir? Həmin bucaqdır da elə. Həmin bucaq deyil ki, baxırsan da. Həmin bucaqdır. Onda nə qədər verir? 10'da 7 verir. 10'da 7. O zaman buradan tapa bilirik, yaza bilirik ki KF bərabərdir 7x, KP də nə qədərdir? Nə qədərdir? 10x. Uşaqlar, KF, KN, KM bunlar bir-birine bərabər deyil ki, bərabər tərəfli uşaqlar. Bu da hündürlüğün 3'də 1 hissəsi, bu da hündürlüğün 3'də 1 hissəsi, bu da hündürlüğün 3'də 1 hissəsi. Elə deyil mi? Və bərabər tərəfli uşaq hündürlükləri bərabərdir. Ona görə yazıram ki, KF bərabərdir KM-ə, o da bərabərdir nədir? KN-ə, o da nə qədər tapdıq biz? 7x tapdıq. Düzdür mü? Şərhdə bizə nə verir? Bunu nə qədər verir? 48. KM nədir? 7x. Üstə gör. KM nədir? O da 7x. Sonra KP. KP nə qədər tapdıq? 10x. Şərtə görə nə qədər verir? 48 sm verir. 14 da 10 nə qədər verdi? 24x bərabərdir nəyə? 48-ə. X də neçə oldu? 2. Nə istəyirsən? Da hündürlüğün 3'də 1 hissəsini tapdın da. Zaten bax bu var ya, bu BK. Onun xaricinə çəkilmiş çevrənin radiyasına bərabər olacaq. Bu BK məsafəsi, bu BK məsafəsi, bayaq da SK məsafəsi. Xaricinə çəkilmiş çevrənin nəyinə bərabərdir? Radiyasına. Xaricinə çəkilmiş radiyasına bərabərdir. Belə də ki, o ağlıma gəlməzsə, sən x-i tapmışsan da, elə deyil mi? Bura nə qədər oldu? Şu an var, 7x deyildi ki, demədim 7x, Demişdim. X neçə oldu? 2.
2 nə qədər edir bura? 14 edir. Burada 2 bölünsün bir nisbətli olduğunu 28. Yəni böyük ev onsuz da 28-dir tapmışıq. Böyük ev bərabər 28. Yəni əgər ağlına gəlmədisə nə edəcəksən? Bura 90 dərəcə, bəli. Bura 90 dərəcə deyil ki. Bura 60 dərəcə deyil ki. Bura 30 dərəcə deyil ki. Bu tərəfini tapa bilirsən də. 60-ın qabağındakı nə qədər tapırsan? 24 üstəgəl 18. Nə qədər tapırsan? 20. Hə? 42. 42 olur da. O zaman 30'un qarşısındakı nə olacaq? 42 bölünsün nə? Kökdə 3. Kökdə 3'ə də vursan, nə qədər edir bu? 14 kökdə 3. Düzdür? Burada nə qədər olacaq? 2 misli 28 kökdə 3. Tərəfi tapırsa 28 kökdə 3. Dostlar necə idi? A bərabərdir. R kökdə 3 deyildir ki. Hə? O zaman R nəyə bərabərdir? A bölünsün kökdə 3'dür də. Düzdür? A bölünsün kökdə 3. Tutardı götürdü. Onu tapdıqda 28 kökdə 3. Bölünsün kökdə 3. Bu nə qədərdir? 28. Amma yaxşı olar ki, bunu yadda saxlayasınız da. Bax bu bərabər tərəfli üsyanlı təpən nöqtədən bu medianları kəsmə nöqtəsinə qədər olan məsafə və onun xaricə şəkildə çevirə radisinə bərabərdir də. O qədər, yəni ki, işləri yazmaqdansa, belə onu yadda saxlayacaq. Düzdür? Hə? Əlində qaldı? Bəli. Əla. Hə. Düz uzaqlıq uzaqlıqlı uzaqlardan birinin tangensi 0,75, perimetri isə 24 cm olarsa və ondan bir çevirən İti bucaqlarından bir tangesi nə qədərdir? 0,75. 75 nədir? Tangesi alfa nədir? 4'də 3'dür. Bizdə 4'də 3 edir. Elə deyil. Hə? Bax, bura alfa deyək. Tangesi alfa bərabərdir 175 edir nə? 4'də 3. Düzdür mü? Elə olur. O zaman tangesi nədir? İti bucaq tangesinə görə qarşı katet bölünsü nədir? İçi katet. Gəl alfanı buraya yazaq. Buna uzun olsun da. Belə. Qarşı katet bölünsü. O zaman bura 3x'dir. Bura nədir uşaqlar? 4x. Burada nə qədər oldu? 5x oldu. Pifagor teoreminə görə. Sonra nə isə vermişlər? perimetri 24 cm Yəni olarsa 3x plus 4x plus 5x nə qədərdir? 24. Nə qədər edir bu? 7 kömək edin hesablamada. Neçə edir? 12x. 12x. Nəyə soruşurdu? Bizdə deyir ki, onun daxilində çəkimi çevirən radius. Kiçik yer nəyə bərabərdir? Katetləri cəmi. Katetlər nə qədər oldu? 8, o birisi 6, çıx hipotenuz nə qədərdir? 10 bölünsün 2. Bunu da hesabla. Sonra neçə? 2? Yox, Wow. Növbəti 59. Bərabər yanlış bucağın daxilində çəkilmiş çevrənin mərkəzi onun bucağına endirilmiş hündürlüyün 10 cm və 8 cm hissələrə bərabər yanlış uçan daxilində çəkilmiş çevrənin mərkəzi deyir ki, nədir? Onun hündürlüyünü 10 cm-dir və 8 cm hissələrə ayırır. Sonra üst bucağın perimetrini tapır. hə. İndi belə. Bərabər yanlış uçan dedik də sən. A, B, C. Belki H. Hündürlüğünün oturacaqdır ki, çevrənin mərkəzi hündürlüyü nedir? 10 cm və 8 cm hissələrə ayırır. O zaman uşaqlar, buradan bura 10'dursa mərkəzdir. Mərkəzdir ki, hündürlüyü aydın oldu. Buradan bura 10'dursa, bura 8'sə, o zaman bura da 8 olur. Bura nə qədər qalır? 2 qalır da. Elə deyil mi? İndi bu o nöqtəsindən o biri radiusunu da çəksək, məsəl üçün, K olsun. Hə? Burada 8 olacaq da. Və radius toxunana nədir? Perpendikulyar. Düzdürmü? 8 buradan bura 10, o zaman bura nə qədər olacaqdır? 6 olacaqdır. Elə deyil. Hı? Nəyi soruşurdu səndən? Perimetri. Yaxşı, buranı tapaqda o zaman. Bura x-də, burada x-dir. Bir nöqtədən çəkilən toxunanlar nədir? Bərabər. Oxşarlıqla da yazır bilərsiniz. Yazar Pifagor teoreminə yazılır elə. X-in kvadratı 3 bucaq BHC-dən yazıram. X-in kvadratı üstə gəl. Burada bura nə qədərdir uşaqlar? 16 da kimsədir. 18. X-in kvadratı 18-in kvadratı bərabərdir x plus 6'nın kvadratına. Bu da neçə edir? X kvadratı üstə gəlib 324 bərabərdir. X kvadratı üstə gəlib neçə edir? 36.
12x, hə? Üstə gələnsin 36. 90 necə oluyor? X kvadratı 12x bərabərdir uşaqlar. Neçə edir? 324-dən 36 çıxacaq da. Neçə edir ki? Hı? 324-dən 36 çıxacaq. Yox. Neçə? 288. 288. 288. Hesablamanı düz apardı uşaqlar. X-in kvadratı üstə gəl. Neçə elədi uşaqlar? 18-in kvadratı bərabərdir x plus 6-nın kvadratı. Bunu da bölünür, görün neçə edir. Burada ki, bərabər yanlış uşaqlar. Bura x-dir, burada x-dir. Aydın məsələdir. Bura 6-dırsa, burada 6-dır. Bir nöqtədən çəkilən toxunanlar bərabərdir. X-in qiymətini qoyun yerini hesablayın, perimetrini tapın. Sonra 60. ABC üçbucağının 60. ABC üçbucağının bucaq ASB 90 dərəcə olarsa, daxilinə çəkilmiş çevrənin radiusu 2 və BC bərabərdir 8-dir. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu da. Bir də oxu. ABC üçbucağının daxilinə çəkilmiş çevrənin radiusu 2 və Daxilinə çəkilmiş radiusu 2-dir. BC 8-dir. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu istəyir. Deməli, yenə də deyir ki, düzyalı üçbucağın daxilinə çevrə çəkilir. Belə dedim də. Bəli. Bax, bu düzyalı üçbucaq. Düzdür. Çevrənin mərkəzi. Buradan bura radiusdur da, elə deyilmi? Radius nə qədərdir? 2. O zaman burada 2-dir. C 90 dərəcədə dedim. Bura B nöqtəsi, buradakı A nöqtəsi. O zaman BC 8 dedi. Bəli. O zaman bax, bu K nöqtəsinə qədər məsafə nə qədər olacaq? 6 olacaq. Eyni zamanda bir nöqtədən çəkilən toxunanlar bərabərdir. Buradan bura 6-dırsa, bax, buradan bura bu Y nöqtəsinə qədər də nə olacaqdır? 6 olacaqdır. Düz demək. C nöqtəsinə, məsəl üçün, bu M nöqtəsinə qədər də nə olacaqdır? 2 olacaqdır. Bir nöqtədən çəkilən toxunanlar bərabərdir. Amma bura X-dirsə, burada nə olacaqdır? X olacaqdır. Düzdür. Bir nöqtədən çəkilən toxunanlar nədir? Bərabər. Pythagor teoreminə görə yazıram ki, x plus 2-nin 2x kvadratı necə olur? Bu tərəfin uzunluğu 2x necə olur? Saçdım. X plus 2-nin kvadratı üstə gəlir. Ratio 8-in kvadratı bərabər nə olur? X plus 6-nın kvadratı. X-lər neçə olur? 4 olur. 4 olur. X-ə bərabərdir 4. Nəyi soruşurdu? Bizdən istəyirdi çevrə radiusu. Radiusu verib də, nə radiusu verir soruşsun ki? Üçbucağın xaricinə. Xaricinə çəkmiş radiusu. Hipotenuz nə qədər oldu? AB nə qədər oldu? 4/6 nə qədərdir? 10. Düzyalı xaricə çəkilmiş radiusu nəyə bərabərdir? M nəyə bərabərdir? Hipotenuzun yarısı. 10 bölünsün 2, bu da bərabərdir nədir? 5. Tutardı? Bəli.